the correct tense forms. Düzgün zaman formalarını seçin. While she for the bus, she suddenly that she her documents at home qeyd olunmuş cümləmizdə biz while bağlayıcısının uzlaşmasına diqqət edəcəyik. Elci də ikinci hissədə suddenly qəflətən mənasını verən zaman zərfimiz var. Hansı ki keçmiş sadə zaman tələb edir bizdən. Və A variantına diqqət etsə, waited keçmiş sadə, has realized indiki bitmiş zamanda artıq uzlaşmamız pozulub. B variantında has waited indiki bitmiş zamanda, while bağlayıcısında indiki bitmiş zaman uzlaşması düzgün hesab olunmur. Eləcə də digər hissədə indiki sadə və keçmiş bitmiş qeyd olunub ki, hansı ki uzlaşmalar pozulub. Daha sonra C variantında waited keçmiş sadə, realized keçmiş sadə, has left isə indiki bitmiş zamandır və uzlaşma yenə pozulmuş hesab olunur. D variantında bizim düzgün cevabımız olacak ki was waiting geçmiş devam edici zaman, realized geçmiş sadə, had lived geçmiş bitmiş zamanımız. Və tərcüməyə diqqət etsək, o avtobusu gözləyərkən qəflətən başa düşdü ki, sənədlərini evdə qoyub. Y variantında isə ikinci hissədə indiki bitmiş zaman qeyd olunduğu üçün uzlaşmamız pozulmuş hesab olunur. Və qeyd etdiyimiz uzlaşmaya və bağlayıcı ilə zaman zərfinin tələbinə görə D variantı doğru cavab hesab olunur.